Bu tabletlərdə İbrahimi dinlərlə oxşarlıqlar da mövcuddur. Bunlardan başlıcası Mardukun 50 adıdır. Bunlar onun xarakterini bizə göstərir. Həmçinin maraqlı məqamlardan biri də Həzrəti Musanın əhd lövhələri ilə bənzər obyektlərin olmasıdır. Bu lövhələrin adı Enuma Elishdə Tali lövhələri kimi keçir. Böyük döyüşdən öncə Tiamat bu lövhələri Ginguya verir ki, o onun sərkərdəsi olsun. Bu lövhələr Enuma Elishdə Tubbi Şimati kimi adlanır. Müqəddəs Qurani-Kərimdə isə lövhələr haqqında Əraf surəsi 145-ci ayədə oxuyuruq. Uca Allah buyurur: Hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et. Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm. Qurani-Kərimdə Əl-Vəh kimi istifadə edilən lövhələr haqqında Tövratın çıxış, digər adı ilə Şemot, Bereşit və ya Exodus kitabının bir neçə hissəsində Luxot Habrit kimi keçir.